Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ümumi lider Heydər Əliyevin anadan olunmasının 103-cü il dönümünə həsr olunmuş Heydər Əliyev Azərbaycan təhsil siyasət mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Konfransda iştirak edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı mühüm rolundan bəhs edərək onun müəyyən etdiyi strategiyasının bu gün də uğurla davam etdirildiyini vurğulayıblar. Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib, iştirakçılara sertifikatlar təqdim olunub. Səsləndirdi Haqq Səsi TV1-in əməkdaşı İbrahimov Əfsanə, efirə verdi Haqq Səsi TV1-in rəhbərliyi Elxan Müzəffəroğlu.